Hər birinizə salam, kanalıma xoş gəlmisiniz. Yenə tema bağlaması açırıq. Bu videonu paylaşmaq və ya paylaşmamaq haqqında çox düşündüm açığı. Çünki çox az məhsul var. Amma fikirləşdim ki, çəkmişəm və orada qalmasın. Bəlkə kiminsə işinə yarayan bir məhsul ola bilər içlərində. İlk məhsul belə bir simli gel lakdır. Bu qabda olanlardan daha öncə də almışdım. Amma onlar soyulurdu, heç yaxşı deyildilər. Bu səfər soyulmadı. Həm bərkdir, həm də dırnaqlarda duruşunu da çox bəyəndim. Daha sonra bacım ayaqqabısının içi üçün belə bir şey alıb, adını bilmirəm nədir. Ayaqqabı ölçüsünə görə aldı və dediyinə görə ayaqqabısının içinə tam uyğun oldu. Daha sonra belə bir gel-lak götürdüm. Şəkildə daha tünd görünürdü, videoda da tünd görünür, amma videoda göründüyü kimi deyil, dırnaqda daha açıq görünür. Bunları mən açığı dırnaqlarımı sadəcə qorumaq üçün istifadə edirəm. Düzdür, əksinə bunlar dırnaqları zədələyirlər, amma mənim dırnaqlarım o qədər zəifdir ki, əlimi yuyanda belə sınırlar, yəni sınmasınlar deyə sadəcə istifadə edirəm. Daha sonra anam özü üçün belə bir şey götürüb. Bu qarın və yaxud da başqa yerdə piyləri əritmək üçün istifadə olunur. Daha öncəki videolarımda da bunlardan paylaşmışdım. Artıq 5-6 aydır ki, istifadə edir anam bunları və beli tam 7 sm incəlib heç kilo verməməsinə baxmayaraq. Mən də çox istəyərdim bunları istifadə edə bilməyi, amma ürəyimi çox sıxır deyə bilmirəm niyə istifadə edə bilmirəm ona görə. Daha sonra anam belə bənövşəyi rəngli kofta götürüb, bunun eynisinin qısa qollu versiyasını yayda almışdı. Onu çox bəyəndiyi üçün bu səfər də uzun qollusunu götürdü. Burada yaxşı göstərə bilmədim, kameranı yaxın qoymuşam deyə. Material adi streç parça materialdır. Ölçüsü 2XL-dir. Sol kənarın aşağısında düymə detalları var. Biraz uzundur, çünki anam belə uzun koftaları çox xoşlayır. Sonra yenə anam belə bir yaşıl rəngli kofta götürüb, payız yaz ayları üçün uyğundur, nazikdir, tam qışlıq deyil yəni, amma məncə qışda da geyinilə bilər paltoların filan altından. Parlaq rəngli parçası var, materialını tam bilmirəm, polyester deyə yazılmışdı, sadədir, üstündə heç bir detal yoxdur, sadəcə qollarında düymə detalları var, üstündə duruşu da çox qəşəngdir, səhv eləmirəmsə 2XL-dir ölçüsü. Hələlik kanalıma dəstək olmağı, videomu bəyənib abunə olmağı unutmayın zəhmət olmasa.